Bəzi kommentariya yazanlara demək istəyirəm, bu əlcək bizdə, yəni korobkalarla var. Bəzi halda bu əlcək ilə işləmək rahat olmur. Həm də olsun Allaha, əllərimiz tərtəmiz, yəni həkimdən də keçirik biz burada 6 aydan, 3 aydan bir. Mən indi sizə, salam əleykum, Rəzə, Salam. salam. Mən indi çox sağ olun. Mən indi sizə dananın bel ətinin faydalarından danışmaq istəyirəm. Bu əlcəyi qoya bilsək qırağa, yəni faydalı şeylərdən danışaq. Yəni siz kommentari yazırsınız. Bizim əməkdaşlar da, yəni Samir müəllim özü həvəsdən düşür, çəkiliş eləmək istəmir. Yəni o biri povur bir həvəsdən düşür. Siz bizə motivasiya verin ki, biz də sizə xeyirli xəbərlər deyək. Yəni nəyin nəyə faydası var. Bəzilər bizdən yaxşı bilir bunu. Bilməyənlər üçün də bir faydamız toxunsun da. Bunu demək istəyirəm. Tofiq, bax göstərsə necə düşdü. Tofiq, bax mən bu əlcəyi taxıram. O kommentariyalara görə. Krupni plan. Hə. Bir söz var idi. Rəssama baxma, çəkdiyi rəsmə bax ki, axırda nə çəkir, nə göstərir, odur. Biz heç kəsin həvəs verməklə də bu sənətə gəlməmişik. Heç kəsin bizim mızlamağı ilə də həvəsdən düşən deyilik. Yəni bu bizim bel ətimizdir, Tofiq. Allah bərəkət versin. Gəl bu tərəfdən çək, bax bu bunun can ətidir. Orada yazarlar, bıçağı da düzləmirsən. 100%. Əlimdə saatım var, aşpaz saatda olmaz. Həli. Ya ümumiyyətlə bu bel ətindən danışım. Bel ətində nə vitaminlər var? B1, B2, B6, B9, PP, B12 vitamininin cəmləşməyidir. Bu vitaminlər var. Bel ətinin hansı xəstəlikdə yeyiləndə daha çox dərmanlara effekt verir? Qan azlığında, halsızlıqda. Bunları yeyirsən, yəni müalicə vaxtı sənə kömək olur da, biraz da effekt verir. Bu pişəndə ölmür vitaminlər. Hə. İndi keçdik. Bu belin can ətidir. Bunu belə rahat doğraya bilərəm. Amma prosta o çəkilişdə düşməsi üçün mən bunu belə biraz əlləşirəm üstündə. Yəni ki, görmüsünüz, beli bu tərəfə qoymuşam, bu tərəfdən gedirəm də. Yəni sağ qulağımı sol əlimlə qaşıyıram elə. Çəkilişdə rahat deyil, bəzi halda işləmir. Prosta Tofiqdir də, yapışıb bizə mazol eləyir. Ağaç nəyə? Heç sən də neynəyəsən, reklam edirsən də, sənin işin odur. Sizin işiniz yemək pişirməkdir, göstərməkdir. Mənim işim video. İndi Tofiq, bu tərəfdən sən... Sən hardan istəsən çək. Əziyyət. Çəkdirəm, hardan istəsən. Əziyyəti bir sənə verim, özüm daha... Şanarım var. Bu indi nə hissəsidir? Bu can əti. Rus dilində nə deyirlər buna? Alıdan bilmirəm. Bir dəfə dedim. Bu riska buna deyirlər? Hə. İngilisində nə deyirlər, Tofiq? Buna? Hə. Hello, how are you? Yox, düzündür də. Mən nə bilim nə deyirəm? Nə, bu ətə var, Tofiq. Bu ətdə bir o qədər də vitamin olmasa, amma yumuşaqlığı çoxdur. Vitamin bel ətinin özündədir. Bunun ayrılan yeri var, bura var. Bura var. Görürsən? Onu buradan ayırırsan, sümü ilə istəyən dana bastırmaya sümü ilə çıxardı, sümüsü istəyən sümüsüz çıxardı. Bu həm pişəndə dana bastırması zaten, bu tez yanır da, qaraldır. Bir də onu demək istəyəm, Tofiq. Belə mənəmlik çıxmasa. Davay. Mən bu işin ekspertizasını oxumuşam. Hansı yemək mədə bağırsaqda əziyyət verər, verməz. Mən yeni sənaye texnikumu qurtarmışam, yəni peşə məktəbini qurtarmamışam. Yəni, ən əvvəlindən axırına can gedə biləsə adamım. Kimsə mənə 3 gün əyninə xalat giyinib, bıçaq götürüb məndən səhv tutursa, yəni Allah onun da canını sağləsin. Yəni, mən keçdiyim yollar keçsin, sonra gəlsin. Bıçağım da nazikdir, rahat deyil. Nazik olmalıydı bıçaq? Mən üstünü soymazsın əlbəttə ki. Nasıl komentar yazacaqlar. Deyəcəklər bu düzgün bıçaq deyil. Hə. Mən də deyəcəm bir dənəsini alıb gətirərsən. 100%. Bax bu şapalaqdır. Bu şapalaq oldu ki. Ay səni.
Prosto bunu indi mən apabiyyə içəridə varam, gətirim. Sən kameranı saxla, burada balta vursam dang. Все, окей, чувак, без Sağ проблем. ol. Давай. Tofi, şapalaqlarını çıxartdım, burasını da vurdum. İndi mən məcburam ki, bu dana bastırmasını burada sümüksüz göstərim. Şapalaqlar anı be. Qoydum çəqətini. Abi götür də. İzzi var işte hacı. İndi kommentariya yazacaqlar. Şapalaqlar. Hacı yalan danışır. Baba, Baxın, bu da şapalaqlar. Bu getdi bura. şapalaqlar. Bu sənin məşhur şapalaqların, hə? Ya Allah, ya bismillah. İndi nə edirsən bundan? Tofi, bunu buradan indi çəkilişdə göstərməyimizə görə bunu əslində sümüklə çıxardırıq biz. İndi bu çəkilişdə burada vura bilmirik, buna bax. Bildim, hə. Ona görə məcbur sümüksüz çıxardır. Bax, buralarını da təmizləyim. Yəni çəkiliş olmasaydı bir 10 dənə bel doğramışdım. Hamısı Tofiqin Bildik də həcələr, bildik. video sevdasına görə. Tofiq, bunu YouTube-a qoyursan, Yox, Instagrama. Ha, hədir. bunun altında nazik sümüklər var. Dana bastırmasını əslində oynat çıxardır. Tofiq, bax. Bu bel. Sümükdən ayrılmış. İndi bundan nə hazırlanır? Bunlar indi dana bastırması. İndi bunu doğramayacağıq dana bastırmasına. Bunu prosto təmizlənib, abrabotka olmalı şey. Sən doğrayaq Tofi. Yox, məncə ehtiyac yox. Ha, abrabotka olundu. Bax bundan çıxdı. Bu bel, buralar da təmizlənəcək. 2 dənə şapalaq. Bu opşi bir dənə ətdən 2 dənə şapalaq çıxdı, hə? Ha, bir də o can ət. Bu çan əti. O nəyə gedir? Hansı yeməklərə gedir o? Bu xardallı can ətiyə gedir. Hə. Sonra narqorma can Narqorma. ətinə, nə bilim, Tofiq can, hamısı da yəni. Sonra bu ara gedir bu ət? Bu dana bastırmasına Hə, gedir. söz. Meydan salatına gedir. Meydan salatı. Bir də dana ətindən istəyənlərə bundan verir. Yəni yenə də deyirəm də B12 vitamini ilə zəngin olan ət dana belidir. Все, bununla bitdi. Bitdi Tofiq. Axırda nə deyə bilərsən bu kommentariya yazanlara? Allah canı Bu rasisti oğlanlara, bizi izləyən Rusiyada hər oğlanlara. kəsə deyirəm, haqqınızı halal eləyin. Vallahi, yəni onu da demək istəyirəm, Rusiyada olan, Azərbaycanda olan, Azərbaycan hər bir bölgəsində yaşayan insanlar demirəm, biz idealıq, biz hər şeyi düz edirik. Bizim də səhvimiz var, neysə düz eləyə bilməliyik, neysə nə. Prosto onu bizə məsləhət kimi bildirsəz yaxşı olar. İrad kimi bildirəndə, adiyə bir uşağa maşın sürməyi öyrədirsən, məsələn 18 yaşı olanda. Onu düz eləmədi, o öyrənəmir, onda qorxu yaranır. Amma deyəndə ki, balamsa, baba bu belədir, stipleniya bas 1-ə at, 2-yə at, yəni bu da şey eləyə bilir də. Tofi, söndür onu, Все. keçək yemək pişirək. Davay. Davay, paka.